Zahir bəy, tamaşaçımızdan belə bir sual ünvanlanıb ki, həyat yoldaşım boşanmaq istəmir, amma münasibət artıq bitib. Bu prosesi qarşı tərəfi daha da aqressivləşdirmədən necə aparmaq olar? Maraqlı sualdır. Məsələ burasındadır ki, heç kim nigaha məcburi daxil edilə bilmədiyi kimi, heç kim də nigahda məcbur saxlanıla bilməz. Adətən tərəflər boşanma qərarını elə aqressiv şəkildə və ya aqressivləşəndən sonra verirlər. Amma sevindirici haldır ki, bu izləyicimiz, tamaşaçımız daha sakit başla bu qərarı verib və qarşı tərəfi də aqressivləşdirməmək niyyətindədir. Amma bu hər bir halda bir xarakter məsələsidir və tərəflərin birgə nigahdan doğulmuş uşaqları varsa və uşaqlar 18 yaşa çatmayıblarsa, mütləq mənada nigahın pozulması, yəni boşanma prosesi əvvəlcə mediasiya, daha sonra məhkəmədən keçəcək. Yox, uşaqları yoxdursa və ya artıq 18 yaşa çatıb, 18 yaşdan böyüdülərsə, bu halda tərəflərin hər ikisinin razılığı ilə qeydiyyat şöbələrində, eləcə də asan xidmət mərkəzlərində də nigahın pozulması mümkündür. Amma görürsünüz, mən nə qeyd elədim? Tərəflərin hər ikisi boşanmağa razıdır. Amma tərəflərdən biri boşanmağa razı deyilsə, bu halda yenə də qeydiyyat şöbəsindən biri imtina məktubu almaqla mediasiya müraciəti eləmək lazımdır. Yenə mediasiyaya gəlməsə, gəlib razılıq verməsə, hətta gəlsə belə, saziş bağlansa belə, orada yenə də nigahın pozulmasını təsdiq edəcək orqan məhkəmədir. Ona görə bunu sadəcə bir tərəfin bu cür anlayışla yanaşması yenə qeyd edirəm ki, sevindirici haldır. Amma digər tərəfin necə qarşılayacağına heç kim hüquqi cəhətdən təminat verəməz. Çünki bu hüquqi yox, qeyd elədiyim kimi xarakter məsələsidir. Aydındır. Bəs tərəflərdən biri olur ki, məhkəməyə gəlmək istəmir və gəlmir. Bu halda boşanma həyata keçirilirmi? Təbii ki, qeyd elədiyim kimi heç kim nigahda məcbur saxlanıla bilməz. Tərəflərdən biri mediasiya və məhkəməyə gəlməsə, mediasiya artıq vaxta verə bilmir. Bu halda müvafiq arayışı verir. Amma məhkəmə isə məhz boşanmaq üçün xüsusi bir səbəb, əsas olmadığı təqdirdə məhz ailəni qoruyub saxlamaq niyyəti ilə, məqsədi ilə barışmağa 3 ay vaxt verə bilər. Çünki bir tərəfin məhkəmə prosesinə gəlməməsi elə onun iddianı qəbul etməməsi və barışmaq, daha doğrusu boşanmaq istəməməsi kimi qiymətləndirilir məhkəmə tərəfindən. Məhkəmə də məhz bu baxımdan ailəni qoruyub saxlamaq niyyəti ilə barışmağa 3 ay vaxt verə bilər. Amma 3 aydan sonra bir tərəf gəlsə də, gəlməsə də, digər tərəf artıq boşanmağa qərarlıdırsa və bunu təkid edirsə, məhkəmə də boşanmağa məcburdur. Çox sağ olun, Zahir bəy, təşəkkür edirik.